Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulina Muhammedin və ala alihi və sahbihi əcma'in, əmmə ba'd. Əziz qardaşlarım, bu dərsdə İmam Əhməd Rahiməhullahın Usulü Sünnə adlı mübarək risaləsindən növbəti qaydanı götürəcək. O da Allah Subhanahu və Teala'nın qiyamət günü görülməsi ilə əlaqəlidir. Yəni, rü'yətullah, Allahın görülməsi. Və İmam Əhməd Rahiməhullah sözünə davam edərək deyir ki, etiqad edilməsi vacib olan sünnə əsaslarından, sünnə usullarından birisi də budur ki, وَالْإِيمَانُ بِالرُّؤْيَةِ يَوْمَ الْقِيَامَةِ كَمَا رُوِيَ عَنِ النَّبِيِّ صَلَّى اللّٰهُ عَلَيْهِ وَسَلَّمْ مِنَ الْأَحَادِثِ السِّحَاحِ. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləmdən səhih hədislərdə varid olduğu kimi, Allah Rasulundan səhih əsərlərdə, səhih hədislərdə rəvayət olunduğu kimi, qiyamət günü Allah Azza və Cəllənin görülməsinə iman etmək. Bu, etiqad edilməsi vacib olan sünnə əsaslarından birisidir. Və Allah Subhanahu və Teala'nın rü'yəti, yəni qiyamət günü görülməsi və bu barədə varid olan hədislər mutavatir səviyyəsindədir. Yəni, onlarla sahabə Peyğəmbər sallallahu aleyhi və səlləmdən bunu nəql ediblər. Və bu etiqad edilməsi vacib olan əsaslardandır. Və buna bu ümmətdə əsasən cəhmilər, həmçinin Mu'təzilə və onlara bu yolda tabi olan xavariclərin əvvəlləri, ilkləri və həmçinin rafislər müxalif olublar. Onlar etiqad edirlər ki, və ya belə deyirlər ki, Allahın görülməsinə etiqad etmək küfürdür. Yəni, bir insan etiqad etsə ki, Allah görülə bilən bir varlıqdır, onlar etiqad edirlər ki, bu küfürdür. Və ya bir insan desə ki, ey Rəbbim, özünü göstər, mən səni görüm, bu küfürdür. Yəni, onlara görə bu küfrün ən son nöqtəsidir. Yəni, onlara görə onsuz da Allahın əli var demək, Allahın üzü var demək, Allah ərşinin fövqündədir demək, Allah gecənin son 1/3-də yer üzünün səmasına enir demək, onsuz da onlara görə küfürdür. Yəni, bizə görə, Quran və sünnəyə görə tövhid olan, həqiqi etiqad olan bu əsaslar onlara görə küfürdür. Və bunların içərisində ən şiddətlisi onlara görə rü'yətullaha, yəni qiyamət günü Allahın görüləcəyinə iman etməkdir. Yəni, biri var insan deyə ki, Allah ərşinin fövqündədir, bir də var insan deyə ki, ərşin fövqündə olan Allahı görmək mümkündür və qiyamət günü möminlər görəcəklər. Onlara görə bu, küfrün ən son nöqtəsidir. Və İmam Əhməd Rahiməhullah bunu bu risalədə zikr etməsinin səbəblərindən birisi də budur. Çünki İmam Əhməd Rahiməhullah bu risalədə xüsusən o etiqad əsaslarını zikr edib ki, o etiqad əsasları əhl-i sünnə ilə bidət əhli arasında ayrıcı bir meyyar olub. Yoxsa belə götürsək, əqidə əsasları çoxdur. Aydındır. Lakin o əsasları qeyd edib ki, o əsaslar bizimlə bidət əhli arasında bir ayrıcı meyyar olub və onlardan da birisi rü'yətullah məsələsidir. Yəni, qiyamət günü Allah Azza və Cəllənin görülməsi. Və bu barədə dəlillər kifayət qədər çoxdur. Həm Qurandan və həmçinin sünnədən. Necə ki, Allah Azza və Cəllə buyurur ki, Qiyamə surəsində Vucuhun yevmə izin nazirah ilə Rabbihə nazirah. O gün neçə-neçə üzlər sevinəcək, neçə-neçə üzlər nurlanacaq, parlayacaq və öz Rəblərinə baxacaqlar. Fikir versəz, bu ayədə, 2 ayədə 6 dənə ləfz var. Vucuhun yevmə izin nazirah ilə Rabbihə
nazira. 6 dənə kəlmə. Təsəvvür edin, bu 6 kəlmənin hər birisi ayrı-ayrılıqda Allahın qiyamət günü görüləcəyinə dəlalət edir. 2 ayədə olan 6 kəlmənin hərəsi ayrılıqda buna dəlildir. Və ayə də açıq aydındır. Və bidət əhli bu ayəni necə təvil edib? Ayə açıq aydındır. O gün neçə-neçə üzlər nurlanacaq, parıldayacaq. İlə Rabbihə nazira. Və öz Rəblərinə baxacaqlar. Onlar belə təvil ediblər ki, bəziləri deyiblər ki, yəni öz Rəblərinin neymətlərinə. Yəni, ilə Rabbihə yox, məsələn, ilə ni'ami Rabbihə. Yəni, o həzf olub, ayədə düşüb, təqdirdədir. Məsələn, və cəə rabbukə, qiyamət günü sənin Rəbbin gələcək, yəni və cəə əmru Rabbik, yəni qiyamət günü sənin Rəbbinin əmri gələcək. Və bu cür təvillər ediblər. Və təvillərindən birisi budur. Deyiblər ki, yəni bu ayənin mənası budur ki, necə ki Zəməxşəri Kəşşafda bunu deyir, həmin ayənin təfsirində, o da Mu'təzilə əqidəsində olub. Ayəni belə təfsir edir ki, yəni qiyamət günü möminlər Allahın neymətlərinə baxacaqlar. Və həmçinin bəziləri orada nazirah kəlməsini, ləfsini, yəni baxacaqlar, onu intizar mənasında, yəni onlar Rəblərinin əmrini və ya Rəblərinin neymətlərini gözləyəcəklər. Yəni onun intizarında olacaqlar. Və bu cür batil təvillərə gediblər. Hətta ayəni zahiri mənasından çıxarıblar. Yəni, biz deyirik ki, Quran və sünnə zahiri necədirsə o cür götürülür. Quran və sünnənin zahiri nəyə dəlalət edirsə, o cürdə götürülür. Ta ki, o ayəni, o hədisi zahirindən çıxaracaq, yəni zahirinin dəlalət elədiyi mənadan çıxaracaq başqa bir dəlil ortada olmadıqca. Ayə və hədisin zahiri nəyə dəlalət edirsə, buna etiqad edirik. Bidət əhlinin sözündən belə çıxır ki, Quran və sünnənin zahiri bizi küfrə dəvət edir. Çünki onlara görə bizim etiqad elədiyimiz bu əsaslar ki var, məsələn, Quran nə deyir? Quranın zahiri. Ər-Rəhmən aləl-arş istəvə. Rəhman ərşə istiva etdi. Açıq aydın ayədir. İnnə ənzəlnəhu Qur'anən arabiyyən ləalləkum təqilun. Biz Qur'anı açıq aydın ərəbcə nazil etdiyi ki, anlayasınız. Ərəbcə oxunan Qur'andır. Huvəl-ləzi xaləqəs-səməvati vəl-arda fi sittətə əyyəm thumma istəvə aləl-arş. O Allah hansı ki, göyləri yeri 6 gündə yaradandan sonra ərşinin üzərinə ucaldı. Açıq aydın ayədir. Və kəlləməllahu Musə təklimə. Allah Musa ilə danışdı. Vəttəqədəllahu İbrahimə xalilə. Allah İbrahimi özünə dost seçdi. Qalə bəl yədəhu məqlulətən və ya yədullahi fəvqə əydihim və ya qalə mə mənəəkə ən təscüdə limə xaləqtu biyədəy. Dedi ki, ey iblis, 2 əlimlə yaratdığıma nə üçün səcdə etmədin? 2 əlimlə. Və s. bu kimi ayələr və bu qəbildən olan hədislər. Onlara görə bütün bu ayələrin, yəni Quranda olan, onlarla, daha doğrusu yüzlərlə bu qəbildən olan ayələrin və hədislərin zahiri küfrə dəlalət edir. Yəni sən bu ayələrin zahirinə etiqad etsən kafirsən. Məcbursən bu ayələri zahirindən çıxarasan. Yəni belə bir etiqad. Və o ayələrdən birisi də budur. Vucuhun yevmə izin nazira ilə Rabbihə nazira. O gün neçə-neçə üzlər nurlu olacaq və öz Rəblərinə baxacaqlar. Deyiblər ki, bu ayə, yəni bu ayənin zahiri nəyə dəlalət edirsə biz buna etiqad etmirik. Çünki bu ayənin zahirinin dəlalət elədiyi mənaya etiqad etsən kafir olarsan. Məcburuq bunu təvil edək. Və biz dedik ki, bu ayədə, bu 2 ayədə olan 6 kəlmənin hər birisi rü'yətullahın dəllidir. Vucuhun, yəni üzlər, birinci kəlmə budur. Üzlər. Allah subhanahu və teala demədi ki, qulubun, qəlblər. Çünki bidət əhli deyir ki, və ya iddia edir ki, qiyamət günü rü'yə var, yəni Allahı görmək. Və lakin qəlb gözü ilə. Aydındır. Allah subhanahu və teala ayədə demədi ki, qulubun, qəlblər.
Bunu deyə bilərdi. Və lakin Allah Azza və Cəllə dedi ki, vucuhun, üzlər. Və biz etiqad edirik ki, insan qiyamət günü Rəbbini qəlb gözü ilə yox, baş gözü ilə görəcək. Və Allah Subhanahu və Teala nəyi zikr etdi? Həmin gözün məhəlli olan, yeri olan üzü. Qəlbi zikirləmədi. Bu birinci dəlil. Vucuhun, yevmə izin, o gün. Əgər bu qəlb gözü ilə görməkdirsə və ya Allahın nemətlərinə baxmaqdırsa, bu o günlə niyə xaslaşıb? Qiyamət günü ilə. Əgər qəlb gözü ilə görməkdirsə, o bidət əhli olanlar özləri etiqad edir ki, bu dünyada möminlər, Allahın muttaqi qulları və ya peyğəmbərlər, salihlər Allahı qəlb gözü ilə görürlər və buna etiqad edirlər. Və lakin Allah Subhanahu və Teala ayədə bu görməni nə ilə xaslaşdırıb? Yevmə izin, o gün. Qiyamət günü ilə xaslaşdırıb. Və bu dəlildir ki, ayrıca bir dəlildir ki, bu görmə o günə aid olan bir görmədir. Vucuhun yevmə izin nazirah. Nazira feili, yəni nurlanma və bu üzə xasdır. Yəni qəlb barədə deyilmir, işlənmir. Məsələn, ərəb deyir ki, vəchun nazir, nurlu üz. Yəni bu feil üz barədə istifadə olunur. Və ona görə Allah Subhanahu və Teala bu feili işlədib və deyib ki, vucuhun. Və bunu xaslaşdırıb o günlə, yevmə izin. İlə Rabbihə. İlə istiqamətdir. Rabbihə, yəni öz Rəblərinə. Məgər qəlb üçün istiqaməyə ehtiyac var? Sual verirəm. Əgər o gün bu görmə qəlb gözü ilə görməkdirsə, qəlb gözü ilə görməyə istiqamətə ehtiyac yoxdur. Hətta deyəsən ilə, aydındır. Lakin baş gözü ilə görməyə istiqamətə ehtiyac var. Hətta deyəsən ki, məsələn, filan yerə baxdı, filan kəsə baxdı. Yəni, ilə istiqamətdir, qəlb gözü ilə görməyə istiqaməyə ehtiyac yoxdur. Oradakı ilə kəlməsi ayrıca bir dəlildir. Nəyə baxacaqlar? Rabbihə, öz Rəblərinə. Bunu şərh etməyə ehtiyac yoxdur. Nazirah, yəni baxacaqlar. Nazara feili, bizdə deyirlər, nəzər etmək. Filan kəsə nəzər et, yəni bax. Və onlar bu feili, yəni nazara feilini intizar kimi təvil ediblər. Bizdə də var. Biri var nəzər etmək, bir də var nazara, bir də var intazara, intizar. Filan kəsin intizarını çəkir, yəni gözlüyür. Onlar ayəni bu məna ilə təvil ediblər. Lakin bu batildir. Yəni, biz baxsaq, bu iki ayədə olan 6 kəlmə yəni bir-birini qüvvətləndirir, bir-birinə dəstək verir və hamısı qiyamət günü Allah Azza və Cəllənin baş gözü ilə görülməsinə dəlalət edir. Və nəzara feili doğrudan da yəni mənalarından birisi gözləmək mənasını verir. Ümumiyyətlə, ərəb dilində, qardaşlar, yəni feillər işlənmə yerinə görə və ya ərəb dilində feillər işləndiyi hərfi cərlərə görə müxtəlif mənalar alır. Bu düzdür. Və ona görə nəzara feilinin, bu baxmaq feilinin mənalarından birisi də gözləməkdir. Və lakin baxır harda? Məsələn, misal üçün, rəğibə feilini götürsək, bizdə deyirik, rəğbət etmək, bir şey istəmək, rəğibə. Məsələn, rəğibə feili fi hərfi cəri ilə gələndə mənası rəğbət etmək, istəmək, arzulamaq, meyl etmək. Fi hərfi cəri ilə gələndə. Amma həmin feil, rəğibə feili an hərfi cəri ilə gələndə bu mənanın tam ziddi olur. Yəni istəməmək, tərk eləmək, üz çevirmək, tam əksi, eyni feildir. Necə ki, məsələn, hədisdən gəlir, fəmən rəğibə an sünnəti fəleysə minni. Kim mənim sünnətimdən üz çevirsə, məndən deyil. Eyni feildir, an hərfi cəri ilə gələndə tam əks mənanı verir. Və bu ərəb dilində var, maruf, bilinən bir şeydir. Və nəzara feili də həmçinin. Və biz də bunu bilirik və biz də buna etiqad edirik və lakin burada bir məsələ var. O da nədir? Nəzara feili ərəb dilində
hərfi cər ilə gəlməsə, bu mənanı verə bilər. Yəni, gözləmək mənasını. Və bu, Quran-ı Kərimdə də istifadə olunub. Allah Subhanahu Teala buyurur ki, ayədə zikr edir ki, Unzuruna naqtabis min nurukum. Həmin nazar feilidir. Bizi gözləyin, sizin nurunuzdan götürək. Münafiqlər, hansı ki, sıratı keçəndə və ya keçmək istəyəndə nurları sönəcək işıqları, onda möminlərə xitab edəcəklər ki, unzuruna, bizi gözləyin, sizin nurunuzdan götürək. Allah Subhanahu Taala nəzara feilini işlətdi burada və mənası nədir? Gözləmək, yəni bizi gözləyin. Və lakin bu ayədə nəzara feili hərfi cər olmadan istifadə olunub. Həmçinin, məsələn, fi hərfi cəri ilə gələndə düşünmək mənasını verir. Ayədə gəlib, onlar yanzuruna fi mələkuti səmavati vəl-ard. Onlar göylərin və yerin hökmranlığı barədə düşünərlər. Və ya avələm yanzurun. Onlar göylərin və yerin hökmranlığı barədə düşünməzlərmi? Nazara feili fi hərfi cəri ilə gəlib və mənası nədir? Düşünmək. Və nazara feili, qardaşlar, ilə hərfi cəri ilə gələndə, necə ki, ayədə belə gəlib, ilə Rabbihə nazira. Mənası gözlə görməyə deyilir. Məsələn, Allah Subhanahu Taala buyurur ki, وَلَكِنْ اُنْظُرْ إِلَى الْجَبَلِ اُنْظُرْ إِلَى الْجَبَلِ Musa Aleyhisselam'a xitabən buyurur ki, lakin dağa bax. Və deyirsən ki, unzur iləl cəbəl, unzur iləl beyt, evə bax, dağa bax, filan yerə bax. İlə hərfi cəri ilə gələndə bu feilin mənası gözlə görməyə, baxmağa deyilir. Hansı ki, Allah Subhanahu wa Ta'ala bu ayədə də onu zikr edir. İlə Rabbihə nəzara. Çünki görmədə istiqamət varsa, bundan başqa mənası yoxdur ərəb dilində. Yəni, ayə əvvəlindən sonunacan hər bir kəlməsi ilə qiyamət günü Allah Subhanahu wa Ta'ala'nın görülməsinə dəlalət edir. Həmçinin dəlillərdən birisi Kəllə innəhum ən rabbihim yevmə izillə məhcubun. Xeyr, onlar, yəni kafirlər, o gün Rəblərindən pərdələnəcəklər. İmam Şafi rahimehullah bu ayəni dəlil gətirir və deyir ki, bu ayə dəlildir ki, qiyamət günü möminlər Allah Subhanahu wa Ta'ala'nı görəcəklər. Nə üçün? Çünki əgər o gün, yəni qiyamət günü kafirlər Rəblərindən pərdələnəcəklərsə və bu qiyamət günü ilə xaslaşırsa, çünki belə ümumi olsa, bu dünyada da heç kəs Allahı görmür. Nə möminlər, nə də kafirlər. Və lakin Allah Subhanahu wa Ta'ala kafirlərin Rəblərindən pərdələnəcəklərini qiyamət gününə xaslaşdırıb. O gün onlar, yəni kafirlər Rəblərindən pərdələnəcəklər. İmam Şafi rahimehullah deyir ki, bu ayə dəlildir ki, o gün möminlər Rəblərini görəcəklər. Həmçinin dəlillərdən birisi Allah Subhanahu wa Ta'ala buyurur ki, Lillezine ahsenul husna ve ziyade. Yaxşılıq edənlərə, bu dünyada yaxşılıq edənlərə el-husna, yəni cənnət var və ziyadə və bir də artığı. Və başqa ayədə ləhum mə yəşəunə fiyhə, orada, yəni cənnətdə onların istədiyi hər şey var və lədeynə məzid və bizim yanımızda da artığı. Fikir verin, hər iki ayədə də Allah Subhanahu wa Ta'ala möminlər üçün cənnəti vəd edir və buyurur ki, cənnətdə onlar üçün hər şey var. Və hər iki ayədə də deyir ki, və ziyadə, və lədeynə məzid və bir də artığı. Və bu artıq nədir? Ənəs ibn Məlikdən, Ali ibn Əbi Talib radiyallahu anhumə və qeyrilərindən rəvayət olunub ki, həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmdən də mərfu olaraq sabit olub, o həmin ziyadə və lədeynə məzid, yəni o artıq Allah Subhanahu wa Ta'ala'nı görməkdir.
Və şübhə olaraq, yəni bunun əksinə nəyi dəlil gətiriblər? Ən əsas dəlillərindən birisi Ərəf surəsindəki ayədir. Musa aleyhissalam deyəndə ki, ey Rəbbim, وَلَمَّا جَاءَ مُوسَى لِمِيقَاتِنَا وَكَلَّمَهُ رَبُّهُ təyin etdiyimiz vaxtda Musa təyin etdiyimiz yerə gəldi və Rəbbi onunla danışdı. Və Musa dedi ki, qal, Rabbi ərini ənzur ileyk. Ey Rəbbim, özünü mənə göstər, sənə baxım. Allah dedi ki, lən tərani, sən məni görə bilməzsən və ya görməyəcəksən, görə bilməzsən. Və lakin inzur iləl cəbəl. Və lakin dağa bax. Əgər dağ yerində dursa, fəsəvfə tərani, sən məni görəcəksən. Fələmmə təcəllə rabbuhu lilcəbəl və o zaman ki, onun Rəbbi dağa göründü, dağı paramparça etdi. Yəni, bu ayəni dəlil gətiriblər ki, xüsusən ayədə olan ləntərani, yəni sən məni görə bilməzsən. Bu kəlməni, bu ayəni dəlil gətiriblər ki, bu ayə dəlildir ki, Allah subhanahu və teala görülə bilməz və Allahın rü'yəti, rü'yətullah mümkün deyil. Əksinə, qardaşlar, bu ayə dəlildir ki, Allah subhanahu və teala görülə bilər, yəni rü'yətullahın haqq olduğuna dəlildir. Hətta deyim ki, sizə bu ayə bayaq zikirlədiyim dəlillərdən daha qüvvətli bir dəlildir. Hətta vucuhun yevmə izin nazirah ilə rabbihə nazirah ayəsindən daha qüvvətlidir bu ayə. Nə üçün? Dərsin əvvəlində mən dedim ki, bidət əhli onlara görə rü'yətullah məsələsi elə bir məsələdir ki, küfrün ən son nöqtəsidir. Baxın, qardaşlar, ayədə Musa aleyhissalam Allahdan nəyi istədi? Qalə Rabbi, ərini ənzuru ileyk. Dedi ki, ey Rəbbim, özünü mənə göstər, sənə baxım. Deməli, bidət əhlinə görə Musa aleyhissalam Rəbbindən küfr olan bir şeyi istəyib. Və bu da Allahı səndən də, məndən də və onlardan da daha yaxşı tanıyan bir peyğəmbər üçün qeyri-mümkün bir şeydir. Yəni, sizə görə təsəvvür edin, mən sual verirəm. Əuzubillah, Allahın yeməsi, içməsi, yatması mümkündür? Və ya bir adamın buna etiqad etməsi və ya Allahdan bunu istəməsi mümkündür? Yəni, bu küfürdür. Təsəvvür edin, Musa aleyhissalam deyir ki, ey Rəbbim, ye, iç. Yəni, Allahdan yeməsini, içməsini, yatmasını, mürgüləməsini və ya Allah barədə qeyri-mümkün olan və küfr olan bir şeyi istəməsi bir peyğəmbər üçün mümkündür. Təsəvvür edin, onlara görə, bidət əhlinə görə, qardaşlar, rü'yətullaha etiqad etmək bunlarla eyni səviyyədə olan bir şeydir. Yəni, Allahın yeməsi, içməsi, yatması, mürgüləməsi necə küfürdürsə, yəni buna etiqad etmək və Allah barədə bu necə mümkünsüzdürsə, onlara görə Allahın görülməsi bunlardan daha betər, qeyri-mümkün bir şeydir. Ki, bunu Musa, yəni öz Rəbbini səndən də, məndən də yaxşı tanıyan, Allahı adlarıyla, sifətlərilə bilən, tanıyan bir peyğəmbər Allahdan istədi. Dedi ki, qalə Rabbi, ərini ənzur ileyk. Çox sadə. Ey Rəbbim, özünü mənə göstər, sənə baxım. Yəni, Allah barədə mümkün olmayan bir şeyi istədi. Küfr olan bir şeyi. Deməli, bunun əksi rü'yətullahın haqq olduğunun dəllidir. Yəni, Musa aleyhissalamın Rəbbini səndən də, məndən də gözəl tanıyan bir peyğəmbərin Rəbbindən bunu diləməsi, istəməsi dəlildir ki, Allahın görülməsi haqdır. Allahın görülməsi mümkündür. Çünki Allahın görülməsi mümkün olmasaydı, Musa peyğəmbər kimi bir peyğəmbərin Allahdan qeyri-mümkün bir şeyi istəməsi mümkünsüz olardı. Bu ayədə birinci dəlil. Və ayədə ikinci dəlil, Allah subhanahu və teala öz görülməsini nəyə bağladı? Dedi ki, sən məni görə bilməzsən. Və bu ayə dəlil deyil ki, Allah subhanahu və teala
görünən bir varlıq deyil və ya görülməsi mümkün deyil. Əhl-i sünnə bu ayəni bu cür təfsir edib ki, lən tərani, sən məni görə bilməzsən, yəni bu dünyada, o məqamda və biz buna etiqad edirik, bunda onsuz da ümmət icma edib. Yəni bu dünyada Allahın görülməməsində, bunda onsuz da ümmət icma edib. Yəni ixtilaf bunda deyil ki, hətta bu ayəni dəlil gətirəsən. Məsələ qiyamət günü cənnətdə Allahın görülməsindədir. Və fikir verin ayəyə, Allah subhanahu wa ta'ala nə dedi? Lən tərani, sən məni görə bilməzsən. Lakin, amma, yəni məsələnin amması var. Unzur iləl cəbəl, dağa bax. Əgər dağ yerində dura bilsə, sən məni görəcəksən. Fikir verin, birincisi Allah subhanahu wa ta'ala öz görülməsini nəyə bağladı? Mümkün olan bir şeyə bağladı və ya mümkünsüz. Hələn bunu qoyaq bir kənara. Ümumiyyətlə Allah subhanahu wa ta'ala özünün görülməsini bir şeyə bağladı. Yəni bir şərtə bağladı. Əgər sizə görə Allahın görülməsi qeyri-mümkün və buna etiqad etmək küfr olan bir şeydirsə, bu nəyə oxşuyur? Bu ona oxşuyur ki, Allah subhanahu wa ta'ala deyir ki, əgər dağ yerində dura bilsə mən yeyəcəm, dağ yerində dura bilsə mən yatacam, dağ yerində dura bilsə mən içəcəm. Yəni Allah barədə əgər sizə görə rü'yətullah bu cür bir şeydirsə, Allah subhanahu wa ta'ala özü barədə mümkün olmayan bir şey şərtə bağlaya bilər? Deyə bilərmi ki, dağ yerində dura bilsə, mən mürgüləyəcəm. Auzubillah. Yəni, Allah azza və cəllə özü barədə mümkün olmayan bir şeyi necə bir şərtə bağlaya bilər? Və deyər ki, lakin, sən məni görə bilməzsən, lakin, dağ yerində dursa, sən məni görəcəksən. Həmçinin Allah subhanahu və teala öz görülməsini qeyri-mümkün bir şeyə bağlayıb, yoxsa mümkün bir şeyə? Mümkün bir şeyə. Yəni Allah subhanahu və teala istəsəydi dağ yerində dura bilərdi. Şək yoxdur bunda. Çünki hər şey Allahın istəyinə baxıldı. Allah subhanahu teala istəsəydi dağ yerində dura bilərdi. Yəni Allah subhanahu və teala görülməyini mümkünsüz yox, mümkün olan bir şeyə bağlayıb. Bu nə deməkdir? Məsələn, Allah subhanahu teala başqa ayda buyurur ki, qiyamət günü kafirlər cəhənnəmdən çıxacaqlar və ya çıxa bilərlər. Əgər dəvə iynə deşiyindən keçsə, Allah subhanahu və teala kafirlərin cəhənnəmdən çıxmasını mümkünsüz bir şeyə bağlayıb, yoxsa qeyri-mümkün? Mümkünsüz bir şeyə. Deməli, kafirlər cəhənnəmdən çıxmayacaq. Və lakin öz görülməsini mümkün bir şeyə bağlayıb. Və ən dəhşətlisi nədir? O zaman ki, təcəllə Rabbuhu lil-cəbəl. O zaman ki, onun Rəbbi dağa göründü, dağ paramparça oldu. Ayə açıq aydın deyir ki, Allah dağa göründü. Təcəllə Rabbuhu lil-cəbəl. Necə bu ayəni dəlil gətirə bilərsən ki, bu ayə dəlildir ki, Allahın görülməyi qeyri-mümkündür. Ayə deyir ki, fələmmə təcəllə Rabbuhu lil-cəbəl. O zaman ki, Rəbbi dağa göründü, yəni Allah azza və cəllə dağa görünüb və dağ paramparça oldu. Və bununla Allah subhanahu və teala Musa əleyhissalama öyrətdi ki, bu dünyada sən məni görə bilməzsən. O cür əzəməti ilə dağ Allahın təcəllisinə, görülməsinə tab gətirə bilmədisə, sən necə? Və ayə açıq aydın dəlildir ki, açıq aydın ayədə deyilir ki, Allah azza və cəllə dağa görüldü. Bu ayə dəlildir ki, Allah subhanahu və teala'nın görülməsi mümkündür. Aydın oldu. Və həmçinin burada başqa dəlillər də var, yəni çox uzatmaq istəmirəm. Yəni mövzu uzun mövzudur. Və lakin demək istədiyim budur ki, bidət əhlinin bu məsələdə dəlil gətirdikləri və ya Allah subhanahu və teala görülə bilməz deyə dəlil gətirdikləri onların özlərinə dəlildir. Məsələn, dəlillərdən biri La tudrikul absar və huve yudrikul absar. Gözlər onu dərk etməz, o gözləri dərk edər. Məsələn, bu ayəni dəlil gətiriblər. Bu ayə də onların əleyhlərinə dəlildir. Bu ayə dəlildir ki, Allah subhanahu teala görüləcək. Nə üçün? Bu ayənin və onların gətirdiyi bu şübhənin 3 yöndən cavab var, qısa-qısa deyirəm. Birincisi, fikir versəz, ayə açıq aydın deyil. Allah subhanahu teala ayədə demir ki, gözlər onu görməz. Allah subhanahu teala buyurur ki, La tudrik, gözlər onu dərk etməz. Yəni, ayə möhkəm deyil.
hələn bu cür götürsək, ayə mütəşabihdir. Və bu bidət əhlinin vəsfidir ki, onlar möhkəm olan dəlilləri tərk edirlər, mütəşabih olan dəlillərdən tutunurlar. Bu bir. Və ikincisi, əhl-i-sünnə alimləri, bəzi alimlər bu ayənin təfsirində deyiblər ki, bu dünyaya aiddir. Bayaqki məsələdir. Onsuz da biz bunda ittifak etmişik. Və üçüncüsü, bu ayə nə üçün dəlildir? Yəni, bu ayə necə dəlildir ki, Allah subhanət hala görülə bilər və ya Allah azza və cəllə görünə bilinən bir varlıqdır. Allah subhanət və teala buyurur ki, gözlər onu dərk etməz. Qəlblər yoxsa gözlər? Gözlər. Və demədi ki, gözlər onu görməz. Bir şeyi görəndən sonra onu dərk etmək, o dərk, yəni gözlərin dərk etməsi, ağlın yox, gözlərin dərk etməsi, görmədən qabaq olur yoxsa sonra? Bu ayət dəlildir ki, gözlər onu görəcək və dərk etməyəcək. Necə ki, ağıllarla Allah bilinir və lakin elmlə əhatə edilmir. Biz deyirik ki, ağılla Allah bilinir və ya etiqad edilir və lakin dərk edilmir. Gözlər onu görəcək və lakin dərk etməyəcək. Və biz buna etiqad edirik. Və bu ayə bu məsələdə əhl-i-sünnənin dəlillərindəndir. Çünki əgər bu belə olmasaydı, o zaman gözlərin Allahı dərk etməsinin nəfi edilməsi, inkar edilməsində məna olmazdı. Yəni, təsəvvür et, sən birinə deyirsən ki, gözlər qiyamət günü Allahı dərk etməyəcək. Belə desən, bunu dinləyən nə başa düşəcək? Deməli, görəcək, amma dərk etməyəcək. Çünki bu olmasaydı, onda gözlərin dərk etməsini inkar etməyində ortada bir məqsəd olmazdı. Yəni, bu ayət dolayısı yoluna dəlildir ki, qiyamət günü gözlər onu görəcək, necə ki, qəlblər ona etiqad etdiyi kimi. Və lakin, qəlblər və elmlər, ağıl Allahı əhatə etmədiyi kimi, görən gözlər də Allahı dərk etməyəcək. Yəni, əhatə etməyəcək. Və sonra İmam Əhməd rahiməhullah deyir ki, وَأَنَّ النَّبِيَّ قَدْ رَأَى رَبَّهِ Və Peyğəmbər sallallahu aleyhi və səlləm artıq Rəbbini görüb. فَإِنَّهُ مَأْثُورٌ عَنْ رَسُولِ اللّٰهِ sallallahu aleyhi və səlləm sahih. Və bu da Peyğəmbər sallallahu aleyhi və səlləmdən səhih sənədlərlə varid olub. Peyğəmbər sallallahu aleyhi və səlləmin Rəbbini görməsi. Və İmam Əhməd deyir ki, həmin hədisləri zikr edir, sənədlərini. Ravahu Qatadə an İkrimətə an İbn Abbas. Bu birinci hədisdir. Qatadənin İkrimədən və onun da İbn Abbasdan rəvayəti. Yəni, İmam Əhməd deyir ki, bunu, yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin Rəbbini görməyini Qatadə İkrimədən, o da İbn Abbasdan rəvayət edib. Sonra وَرَوَاهُ الْحَكَمُ بْنَ أَبَانِ عَنْ عِكْرِمَةَ عَنْ İbn Abbas. Həmçinin Həkəm İbn Əbən İkrimədən, o da İbn Abbasdan, bu ikinci rəvayət. وَرَوَاهُ عَلِيُّ بْنُ زَيْدٍ عَنْ يُوسُفَ بْنِ مِهْرَانِ عَنْ İbn Abbas. Bu da üçüncü rəvayət. Hər üçü də İbn Abbasdan gəlir. وَالْحَدِيثُ عِنْدَنَا عَلَى ظَاهِرِهِ. Və bu hədislər də bizdə zahiri üzərində götürülür. Yəni, bu hədislərin zahiri nəyə dəlalət edirsə, bu hədislər o cür götürülür. Kəmə cəə anin nəbi, necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləmdən gəlib, o cürdə götürülür. Vəl-kələmu fihi bid'a, və bu barədə danışmaq bidətdir. Və lakin nu'minu bihi kəmə cəə alə zahirihi, və lakin biz buna iman edirik, necə gəlib o cür. Və lə nunaziru fihi əhədən, və bu barədə heç kəslə münazirə etmirik, münaqişə. Bu məsələ, yəni, Peyğəmbər sallallahu aleyhi və səlləmin Allah subhanahu və tealəni görməsi məsələsi, bu məsələ, yəni, alimlər arasında ixtilaflı məsələlərdəndir. Və bu məsələdə sahabələr ixtilaf ediblər. Və bu, həmçinin bu məsələ dəlildir ki, əqidə məsələlərində əhl-i-sünnə arasında ixtilaf olub. Və lakin, bu ixtilaf əqidənin əsli məsələlərində olmayıb.
eşitmisiniz. Daima tələbələrdən və alimlərdən ki, oxumusunuz ki, alimlər daima deyirlər ki, əhlüsünnə alimləri fikri məsələlərdə ixtilaf etsə də, etiqad məsələlərində ixtilaf etməyiblər. Bu söz haqdır. Lakin bu sözdə məqsəd nədir? Yəni, etiqadın əsaslarında ixtilaf etməyiblər. Amma etiqadın müəyyən cüziyyətləri var ki, o məsələlərdə ixtilaf olub. Tutaq ki, məsələn, mizana etiqad. Bunda əhlüsünnə ittifaq etməyib. Çünki etiqadın əsaslarındandır. Lakin o tərəzidə insanın özü çəkiləcək, əməlləri çəkiləcək, əməl dəftərləri bunda ixtilaf olub. Bu, məsələnin özü yox, məsələnin cüziyyətidir. Məsələnin özü nədir? Mizana etiqad. Hansı ki, bidət əhli bunu inkar edib. Və bu usul-u sünnədə gələcək. Və o məsələlərdən də birisi budur. Və bu məsələdə sələflər ixtilaf ediblər və bu ixtilaf hətta sahabələr arasında da olub. Necə ki, Məsruq rahiməhullah Ayşə anamıza sual verir, bu barədə soruşur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Rəbbini gördümü? Yəni Meyracda, İsra gecəsində Rəbbini gördümü? Ayşə anamız deyir ki, yəni bu sözdən mənim tüklərim ürpəşdi. Və kim desə ki, Muhammed Rəbbini görüb, o yalancıdır. Və bunu inkar edir. Və bu həmçinin Abu Hureyrədən də rəvayət olunub belə bir şey, Abdullah ibn Məsuddan və digər sahabələrdən. Və fikir versəz, İmam Əhməd rahiməhullah məhz İbn Abbasdan gələn rəvayətləri qeyd elədi. Və 3 dənə rəvayət qeyd edir. Və İbn Abbasdan bu barədə gələn rəvayətlər ki var, bu rəvayətlərdən bəziləri İbn Abbasın Peyğəmbərdən rəvayətidir və bəziləri də İbn Abbasın öz sözüdür. Və bu rəvayətlərin bəziləri mütləq görməyə dəlalət edir. Yəni İbn Abbas deyib ki, Muhammed sallallahu aleyhi və səlləm Rəbbini gördü. Mütləq. Və bəzilərində müqayyət gəlib. Bifuadi, yəni qəlbi ilə, baş gözü ilə yox. Ona görə bəzi alimlər bunu cəm ediblər. Və deyiblər ki, sələflərdən və ya sahabələrdən kimlər ki deyiblər, Rasul sallallahu aleyhi və səlləm Rəbbini görüb, bu 2 şeyə həml edilir. 2 şeyə aid edilir. Onlardan birincisi, ya qəlb gözü ilə İsra gecəsi, yəni Allah subhanahu və teala Rasul sallallahu aleyhi və səlləmin qəlbini elə açır, qəlb gözü ilə Rəbbini elə görür ki, yəni o görmə, qəlb gözü ilə Allahı o görmə, ondan başqa heç kəsə nəsib olmayıb. Belə bir görmə. Və lakin baş gözü ilə yox. Ya da bu ona aid edilir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin Rəbbini yuxuda görməsi. Bu ayrı bir məsələdir. Fikir versəz, İmam Əhməd rahməhullahın gətirdiyi birinci rəvayət, Qatadənin İkrimədən, onun da İbn Abbasdan rəvayəti, həmin rəvayət İbn Abbas deyir ki, وَعَنِ النَّبِي sallallahu aleyhi və səlləmə qal. İbn Abbas deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, İbn Abbasın Allah Rasulundan rəvayətidir. Ra'eytu Rabbi, mən öz Rəbbimi gördüm. Və bu hədis müxtəsərdir. Bu hədisin tam variantı başqa rəvayətlərdə gəlib və orada gəlir ki, Ra'eytu Rabbi fil mənəm. Mən Rəbbimi yuxuda gördüm. Fikir verdiniz? Deməli, İmam Əhmədin gətirdiyi birinci rəvayət nəyə aid oldu? Peyğəmbər sallallahu aleyhi və səlləmin Allahı yuxuda görməsi. Bu ayrı bir məsələdir. Bu mümkündür, bu mümkündür. Hətta möminlər də Allahı yuxuda görə bilərlər. Və lakin bu görmə, yəni kiminsə yuxuda Allahı görməsi, bu o demək deyil ki, onun gördüyü Allahın həqiqi zatıdır. Və lakin deyə bilər ki, mən Rəbbimi gördüm. Aydındır. Və bu təcrübə ilə də ispat olunub. Necə? Yəni, möminlər olub, elə bizim öz qardaşlarımız, məsələn, gəlib, deyib ki,
mən yuxuda Allahı gördüm. Necə? İndi onun gördüyü Allahın həqiqi zatıdır. Şək yoxdur ki, yox. Və lakin deyə bilər ki, mən Allahı gördüm. Və bu da insandan insana fərqlənir. Hətta fasiq də görə bilər. Və lakin necə ki, alimlər deyirlər, hər insanın yuxuda Rəbbini görməsi onun imanına nisbətdə olur. Aydındır. Fasik də görə bilər Allahı yuxuda və mömin də. Və lakin hərəsi başqa bir halda. Və o gördüyü Allahın həqiqi zatı deyil. Və İmam Əhməd rəhməhullahın gətirdiyi birinci rəvayət buna aiddir. İmam Əhmədin gətirdiyi bu rəvayət Qatadənin, İkrimədən, onun da İbn Abbasdan rəvayətin əsli budur. Deməli, bu hədis, İmam Əhmədin gətirdiyi birinci rəvayət, Peyğəmbər sallallahu aleyhi və səlləmin Rəbbini baş gözü ilə görməsinə dəlalət eləmədi. Və baxırıq ikinci rəvayətə, Həkəm İbn Əbənin, İkrimədən, onun da İbn Abbasdan rəvayəti. Deməli, bu hədis İmam Tirmizinin sünənində gələn hədisdir. Hədisdə İbn Abbasın öz sözü olaraq rəvayət olunub. İbn Abbas deyir ki, Ra'a Muhammed sallallahu aleyhi və səlləm Rabbəh. Muhammed öz Rəbbini gördü. Mütləq olaraq. Müqayyət olaraq gəlməyib. Ki, gözü ilə və ya qəlbi ilə gəlməyib. Gəlib ki, Muhammed Rəbbini gördü. Mütləq olaraq. Və üçüncü rəvayət, İmam Əhmədin gətirdiyi üçüncü rəvayət, yəni Əli ibn Zeydin, Yusuf ibn Mihrandan və onun da İbn Abbasdan rəvayəti, deməli İbn Abbas Mə kədəbəl fuadu mə rəə ayəsi ki var. Yəni, onun qəlbi gördüyünü inkar etmədi. Meyracda, İsra gecəsi Mə kədəbəl fuadu mə rəə. Onun, yəni Muhammed sallallahu aleyhi və səlləmin qəlbi gördüyünü yalanlamadı. İbn Abbas bu ayənin təfsirində deyir ki, Rəə Muhammedun Rabbəhu bi fuadih. Muhammed o gecə Rəbbini qəlbi ilə gördü. Və Allah subhanət hala buyurur ki, Mə kədəbəl fuad mə rəə. Və qəlb də o gördüyünü inkar etmədi. Bu rəvayətdə isə İbn Abbasın Peyğəmbər sallallahu aleyhi və səlləmin Rəbbini görməsini zikirləməsi mütləqdir, yoxsa müqayyətdir? Müqayyətdir, qeydlidir. Nə ilə qeydlidir? Qəlblə. Yəni, Muhammed sallallahu aleyhi və səlləm Rəbbini gördü nə ilə? Qəlblə. Ona görə alimlər deyirlər ki, İbn Abbasın o sözü ki var, Rasul sallallahu aleyhi və səlləm Rəbbini görüb, biz bunu necə başa düşürük? İbn Abbasın o qeydli sözü ilə, yəni mütləq sözünü qaytarırıq qeydli sözünə. Bir yerdə deyir ki, Muhammed Rəbbini gördü və bir yerdə deyir ki, Muhammed Rəbbini qəlbi ilə gördü. Və bir yerdə deyir ki, Muhammed Rəbbini yuxuda gördü. Aydındır. Və İmam Əhmədin özündən də bu cür rəvayət olunub. Şeyxülislam İbn Teymiyyə rəhməllah deyir ki, İmam Əhməd bu etiqadda olan alimlərdəndir ki, ona görə usul-i sünnədə də bunu zikr edir, Peyğəmbər sallallahu aleyhi və səlləm Rəbbini görüb. Və bu da İmam Əhməddən 3 yolla, daha doğrusu 2 yolla rəvayət olunub. Onlardan birində gəlib ki, Muhammed Rəbbini gördü mütləq olaraq. Necə ki, burada gəlir. Usul-i sünnədə deyir ki, وَأَنَّ النَّبِيَّ قَدْ رَأَى رَبَّهِ. Tamam.
Və İmam Əhməd rahmehullah da bu usul sünnədə bunu zikr edir. Deyir ki, və ennən nəbiyyə qədrə ərəbbə. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm Rəbbini görüb. Necə ki, bu Peyğəmbərdən səhih sənədlərlə varid olub. Burada İmam Əhməd qeyd qoymur. Demir gözü ilə, qəlbi ilə, yuxuda, ümumən, mütləq olaraq. Və İmam Əhməddən rəvayət olunan başqa nəqillərdə tələbələr məsələn deyir ki, biz eşitdik, İmam Əhməd dedi ki, mən etiqad edirəm ki, Muhammed sallallahu aleyhi və səlləm Rəbbini qəlb gözü ilə görür. Yəni, müqəyyəd olaraq zikr olur. Aydındır. Və lakin Şeyxülislam İbn Teymiyyə rahmanullah deyir ki, İmam Əhmədin məzhəbindən bəzi alimlər İmam Əhmədə nisbət ediblər ki, İmam Əhməd deyib ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Rəbbini baş gözü ilə görüb. Və bu nisbət səhih deyil. Niyə? Çünki doğrudan da İmam Əhməddən bu cür açıq bir rəvayət, açıq bir söz yoxdur. İbn Teymiyyə rahmanullah nə deyir? Deyir, sadəcə olaraq İmam Əhmədin əshabından bəziləri İmam Əhmədin qeydsiz olan bu mütləq sözləri ki var, ki Muhammed öz Rəbbini gördü, bu sözdən belə başa düşüblər. Və bunu İmam Əhmədə nə ediblər? Nisbət ediblər. Və lakin İmam Əhmədin sözü olaraq götürsək, heç bir yerdə gəlmir ki, İmam Əhməd desin ki, Muhammed sallallahu aleyhi və səlləm öz Rəbbini baş gözü ilə görüb. Yox. Bəzi yerlərdə gəlib ki, mütləq olaraq Rəbbini görüb və bəzi yerlərdə gəlib ki, qəlbi ilə. Necə ki, İbn Abbasdan da bu cür. Aydındır və doğrusunu Allah bilir və sallallahu aleyhi Muhammed və aleyhi və sallam. Bəli. Həmçinin buna da elə bilir ki, cəm olur. Yəni, məsələn. Və bu da haqdır. Çünki bir tərəfdə tutaq ki, İbn Abbasdan gəlir ki, Muhammed Rəbbini gördü. Aydındır. Və bir tərəfdən də eyni həmin İbn Abbasdan gəlir ki, Muhammed Rəbbini gördü qəlb gözü ilə. Artıq sənə məcbur, sənə vacibdir ki, sən İbn Abbasın bu sözünü, yəni qeydsiz sözünü, qeydli sözü ilə götürəsən. Və belə. Məsələn, mən deyirəm ki, filan kəs gəldi. Və sonra deyirəm ki, filan kəs, məsələn, filan kəslə gəldi. İndi sən mənim filan kəs gəldi sözümü götürüb deyə bilərsənmi ki, o tək gəldi? Yox. Sənə vacibdir ki, o biri qeydli sözümlə götürəsən. Filan kəslə gəldi. Yəni, tək gəlməyib. Aydındır da belə. Bəli. Bəli. Necə? Qələmin, bəli. O qələm hansı qələmdir? Yox. O qələm mələklərin qələmləridir. Vəhiy qələmləridir. Bəziləri elə bilir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin Meyracda, hansı ki, Allah Rasulü elə bir məqama yüksəldi ki, heç Cəbrailə də qadağan idi. Və Rasul sallallahu aleyhi və səlləm buyurur ki, mən hətta o qələmlərin cızıltısını, qələmlərin o yazısının səsini eşidirdim. Təsəvvür edirsiniz? O qədəri yazan qələm deyil. Ona adiyyəti yoxdur. O mələklərin qələmləridir. Aydındır, o başqadır. Hə? Qədər ondan öncə yazılmış. Yox, o başqadır. Hə? Sadəcə olaraq orada qələm gəldiyinə görə oxuyan elə bilir ki, odur. Ondan sonra qələm deyilmiş. Bəli. Yox, o həmin qələm deyil. Mələklərin qələmləridir. Yəni, vəhiy yazan mələklərin qələmləri. Aydındır. Bir də məhşər meydanında Allah görmək, yoxsa ancaq cənnətdə görmək? Əslində, rü'yətullah iki növdür. Var qiyamət günü cənnətdə Allahın görülməyi və bir də var Arasatda, yəni məhşər meydanında Allahın görülməyi. Yəni iki növdür. Qiyamət cənnətdə Allahın görülməyi neymətdir. Cənnətin neymətlərindəndir. Amma Arasatda Allahın görülməyi neymət deyil. O hesab üçündür. Və bunda alimlər ixtilaf ediblər ki, Arasatda Allahı görmək möminlərə xasdır, yoxsa münafiqlər və ya kafirlər, bütün insanlar görəcək.
Bəzi alimlər deyiblər ki, cənnətdə Allahı görmək möminlərə xas olduğu kimi Arasatda da belədir. Və bəzi alimlər deyiblər, yox. Münafiqlər, kafirlər və möminlər hər kəs hesab meydanında Allahı görəcək. Və bu görmə nemət olmayacaq. Kafirlər üçün əzab olacaq. Aydındır. Və doğrusunu Allah bilir, mən özüm buna meyl edirəm. Yəni, özüm buna etiqad edirəm ki, Arasatda hər kəs Allahı görəcək. Etiqadım bunun üzərindədir. Çünki o barədə dəlillərə baxanda görürsən ki, bütün dəlillər buna aparıb çıxarır. Məsələn, Allah subhanahu ta'ala buyurur ki, قَدْ خَسِرَ الَّذ۪ينَ كَذَّبُوا بِلِقَاءِ اللّٰهِ Allahla görüşəcəklərini yalanlayanlar xüsrana uğradılar. Allahla görüşəcək. Ya eyyuhən-nas inneke kadihun ila rabbika kadhan famulaqih. Ey insan, sən Rəbbivə doğru can atırsan, gedirsən, famulaqih. Sən mütləq ona görüşəcəksən. Fikir versəz ayədə biliqaillah, liqa kəlməsi bütün ərəb dilçilərinin ittifaqı ilə yəni üzbəüz gözlə görüb görüşməyə deyirlər. Hətta bugün ərəb də birini sağollaşanda deyir ilə liqa, görüşənədək. Liqa, yəni görüşmək, gözlə görüb görüşməyə deyilir. Yəni bu lüğada budur. Və Allah subhanahu ta'ala bu görüşməyi möminlərə xas etməyib ayələrdə. Ümumən bütün insanlara, ya eyyuhənnas, ey insanlar, və ya qad xasirəl-ləzīnə kəzzəbu biliqaillah, Allah ilə görüşəcəyini yalanlayanlar artıq xüsrana uğradılar. Və bunlar kafirlər də əslində. Allah ilə görüşəcəklərini inkar edən kafirlər. Çünki möminlər buna etiqad edirlər. Yəni, qiyamət günü Allah ilə görüşəcəyini inkar edənlər möminlər yoxsa kafirlər. Və Allah subhanahu ta'ala bunu deyir. Ki, qiyamət günü Allahla görüşəcəklərini inkar edənlər. Aydındır. Həmçinin məsələn, وَجَاءَ رَبُّكَ وَالْمَلَكُ صَفَّ Qiyamət günü sənin Rəbbin gələndə mələklər səf-səf düzüləcək. Bu, həmin hesab günü olacaq, Arasatda olacaq. Mələklər səf-səf düzüləcək və Allah gələcək. وَجَاءَ رَبُّكَ Sənin Rəbbin gələndə Allahın əmri yox, əzabı, qəzəbi yox. وَجَاءَ رَبُّكَ Sənin Rəbbin gələndə mələklər səf-səf düzüləcək. Və onda Allahı görəcəklər. Və həmçinin baldırın açılacağı o gündə hamı səcdəyə çağırılacaq. Hamı səcdə edə biləcək bu dünyada səcdə etməyənlərdən başqa. Kimə səcdə edəcəklər? وَجَاءَ رَبُّكَ Allah gələndə. Hər kəs səcdəyə qapanacaq və lakin bu dünyada Allaha səcdə etməyənlərin onurğası bir sütun kimi olacaq. Hətta istəsələr də əyilə bilməyəcəklər və zillətdən gözləri çökəcək yerə. Yəni, bütün bu hədislər fikir versən, zahir buna dəlalət edir. Və başqa hədisdə, məsələn, Buxarıda gələn hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, qiyamət günü Allah subhanahu ta'ala hər kəs ilə tək-tək, hər kəsi tək-tək hesaba çəkəcək. Arada heç bir tərcüməçi və lə hicab və heç bir hicab olmadan, pərdə olmadan Allah subhanahu ta'ala qiyamət günü hər kəslə ayrı-ayrılıqda danışacaq. Arada heç bir tərcüməsi və heç bir pərdə olmadan. Heç bir pərdə olmadan. Aydındır. Doğrusunu Allah bilir. Yəni, bu ixtilaflı məsələdir. Alimlər arasında ixtilafdır. Və lakin bu rüya, Arasatda Allahın görülməsi o cənnətdə görülmə kimi deyil. Yəni, neymət deyil bu. Əksinə, münafiqlər üçün zillət üzərinə və əzab üzərinə əzab olacaq. Belə, subhanallah.